Salam, ara vaxtınız xeyirli olsun. Masazırda mərkəzi yola yaxın belə bir qarajla 3 mərtəbəli həyət evi satışdadır. Evin mərtəbələr arası monolit betonludur. İstilik sistemi kombi sistemidir. Həyət evidir və kombi operasyonu yeri burada hazır vəziyyətdə saxlanılır. Belə bir həyət saxlanılıbdır və bu evin də yan tərəfinə də belə bir keçməyə yeri var. Burada evin həyətini göstərim. Geniş bir həyəti var. Mərtəbələr arası qeyd etdiyim kimi monolit betonludur. Geniş bir, bax belə bir qarajı, yəni 200 maşın rahatlıqla qarajda saxlamaq olar və gələcəkdə də yay mətbəxi kimi də istifadə etmək olar. Yəni bax bu hissədə yay mətbəxi də düzəltmək olar və burada da hamam otağı birinci mərtəbədə sadəcə olaraq təmirsiz vəziyyətdədir. Qeyd etdiyim kimi evin sənədləri tam qaydasındadır. İpoteka ilə də bu evi asanlıqla əldə etmək olar. İndi isə evin içərisi ilə tanış olaq. Evə daxil olduqda geniş bir dəhlizi, ikinci mərtəbə qalxmaq üçün pilləkəni və pilləkən altında qardırop yerləşir. Bura isə belə bir zal otağı, TV üçün də işıq xətti çəkilir. Geniş bir zal otağı var. Kondisioner üçün işıq xətti hər bir otaqda çəkilibdir. Tavan da betondur, yəni döşəməsi də betondur. Qeyd etdim ki, mərtəbələr arası hər biri monolit betonludur. Bura isə geniş bir mətbəxi. Və birinci mərtəbədən qeyd edim ki, döşəməsi göründüyü kimi etlaq döşənibdir və istilik sistemidir. Döşəməsi istilik sistemi qoşulubdur. Bura birinci mərtəbədə yerləşən hamam otağı. İndi isə ikinci mərtəbə ilə tanış olaq. İkinci mərtəbədə belə bir geniş dəhlizi var. Burada balkon yerləşir. İkinci mərtəbədə hamam otağı, mətlaq kafelli və 3 yataq otağı. Bura bir yataq otağı. Onu qeyd edim ki, evin dörd bir tərəfi qoşa daşla tikilibdir. Bura ikinci bir yataq otağı, otaqlar genişdir, işıqlıdır. Burası üçüncü bir yataq otağı. Evin başlanğıc qiyməti 136 min manat deyilir. Real alıcıya indirim olunacaqdır.